Dostlar, gəlin biz bugün 4 may, bu isə o deməkdir ki, Tofiq Yaqublunun həbsdə aclıq aksiyasının həm də 35-ci günü deməkdir. Və Tofiq Yaqublunun vəziyyəti haqqında danışmaq üçün mən digər bizim keçmiş siyasi məhbusumuz, vicdan məhbusumuz, hüquq müdafiəçisi və jurnalist Elçin Məmmədovla əlaqə saxlayıram. Onun fikirlərini eşidək və hər vaxtınız xeyir olsun Elçin bəy. Təşəkkür edirəm yanıma qatıldığınız üçün. Elçin bəy, nə deyə bilərdiniz bizə Tofiq Yaqublunun 5 gündən bəri davam edən aclıq aksiyası barəsində nə dərəcədə ciddidir? Fəsadlar ola bilər. Təbii ki, böyük fəsadlar ola bilər. Artıq 30 gündən, yəni bir aydan çoxdur ki, Tofiq bəy aclıq aksiyası keçirilir və çəkisi xeyli miqdarda azalıb və huşunu itirmə halları var və təbii ki, bunun fəsadları günü-gündən getdikcə də ağırlaşır və fəsadlar özünü göstərməlidir. Və bu bizi çox narahat edir. Təbii ki, Azərbaycan hökumətini də narahat eləməlidir. Çünki Tofiq bəyin təqsirsizliyi və şərləndiyini bütün dünya bilir və bütün dünyanın hesabatında, dünyada beynəlxalq insan haqları təşkilatlarının yaydığı hesabatlarda, bəyanatlarda, yəni bu öz əksini tapmışdır. Ona görə də hesab edirəm ki, Azərbaycan hökuməti bunu diqqətə almalıdır və ayın 6-sında Apellyasiya Məhkəməsi bununla bağlı müvafiq qərarını verəcək. Bunu ümid edirik. Yəni Tofiq bəy azadlıqda görmək istəyirik. Və təbii ki, yenicə aldığımız məlumata görə Tofiq bəyin etiraz hadisələri, yəni aclıq aksiyası ilə bağlı hökumətin bu addımlarına etiraz edən jurnalistlərimiz var. Nurlan Librədə və Teymur Kərimov da bu aclıq aksiyasına qoşulub. Bütün məsələləri biz diqqətdə saxlayırıq. Onlar neçə gündə aclıq edirlər? Onlar artıq, mən belə düşünürəm, deyəsən bir həftə də aclıq edirlər və bunları da təbii ki, diqqətdə saxlamaq lazımdır. Bilirsiniz ki, Azərbaycanda müvafiq beynəlxalq qurumlar fəaliyyətlərini dayandırıb, yəni Qırmızı Xaç Cəmiyyəti falan yəqin ki, artıq olmadığına görə ölkədə onlara baş çəkmək də mümkünsüzdür. Ombudsmanın fəaliyyəti bəllidir. Ombudsman Yeni Azərbaycan Partiyasının şöbəsi rolunu oynayır. Yəni, müstəqil qurum deyil ki, deyəsən ki, ombudsmanın təsiri var falan filan, amma ən azından bu məsələlər diqqətdə saxlanılmalıdır. Mən düşünürəm ki, yəqin ki, Avropa ölkələrinin müvafiq səfirlikləri bu məsələni diqqətdə saxlayacaqlar və bu arta bilər. Artıq aldığımız məlumata görə bu aclıq aksiyasına qoşulanlar olacaq. Yəni, bu yaxşı bir hal deyil. Yəni, Azərbaycanda aclıq aksiyasından başqa haqqını tələb edəcək bir fəaliyyət metodu qalmır insanda. Yəni, məhkəmələr ədalətsiz qərar verirsə, müvafiq hüquq mühafizə orqanları işə obyektiv yanaşmırsa, hökumət bu məsələdə biganədirsə, təbii ki, müəyyən sifariş verəndirsə, yəni bizim də əlimizdən başqa bir iş gəlmir və biz də aclıq aksiyası ilə haqqımızı qorumaq məcburiyyətində qalırıq və mən xatırlayıram ki, Tofiq bəylə mən bir yerdə həbs olunmuşduq 2020-ci ildə. O zaman Tofiq bəy aclıq aksiyası eləmişdi və səhhəti çox ağırlaşmışdı. Təbii ki, bilirsiniz ki, məhkəmə qərarı ilə 4 il 3 ay həbsini şərti cəza ilə əvəz eləmişdi və azadlığa buraxılmışdı. Yəni, bizim başqa metodumuz qalmır əlimizdə. Bu, biraz üzücü haldır. Yəni, Azərbaycan əgər demokratik ölkə olduğunu və konstitusiyon bir, belə deyək də, hüquqi dövlət olduğunu sübut eləmək istəyirsə, yəni, bu kimi hallara son qoyulmalıdır, şərləmələrə son qoyulmalıdır, əsassız ithamlara, əsassız həbslərə son qoyulmalıdır. Dünən beynəlxalq media günü idi və bilirsiniz ki, yəni Azərbaycanda 30-a yaxın jurnalist həmin o media gününü həbsdə qeyd edilib və onlar da öz yazdıqlarına, öz araşdırmalarına, öz belə deyək, işlərinə görə həbs olunan insanlardır. Bunu bütün dünya bilir. Yəni Azərbaycan hökuməti nə desə də, yəni bu onların dediyi kimi deyil də. Yəni bu reallıqdır. Onlar günahsızdılar və öz fəaliyyətlərinin onlar belə deyək də qurbanıdırlar. Və Azərbaycan da hər il bilirsiniz ki, bu sahədə geriliyir və artıq 3 pillə də geri olub və sərhədsiz reportajların son hesabatında da bilirsiniz ki, yəni bunlar reallığı əks etdirir. Yəni çox üzücü hallardır. Yəni bu gün Tofiq bəyin başına hər hansı bir hadisə gəlsə,
birinci məsuliyyəti Azərbaycan hökuməti daşıyır, siyasi hakimiyyət daşıyır. Təşəkkür edirəm sizə. Bizimlə hüquq müdafiəçisi və jurnalist Elçin Məmmədov idi. Minnətdaram. Siz sağ olun, təşəkkür edirəm sizə. Sağ olun.